Mən Elşən Qasımov 1975-ci ildə Zərdab rayonunun Aşağı Seyidlər kəndində anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra 94-cü ilin yanvar ayında rayon hərbi komissarlığı tərəfindən xidmətə çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Tərtər rayonuna göndərildim və torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. 94-cü ildə ordumuz bir neçə kəndi işğaldan azad etmişdir. Ordumuz Tərtər rayonunun Seysulan kəndini də işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamışdır. Müharibə başlayanda ermənilərin nəzarətində olan kənd 92-ci ilin fevral ayında işğaldan azad edilmişdir. 93-cü ildə Seysulan yenidən düşmənin nəzarətinə keçmişdir. 94-cü ilin aprel ayında kənd uğrunda gedən döyüşlərin biri mənim son döyüşüm oldu. Vətən yolunda torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəldim.